alt standartın mahiyyəti nədən ibarətdir? Mən bu gün məsələn sizə mövzu keçirəm və o mövzunun göstəricisidir alt standart. Yəni bu mövzu 3.2.1 mən bu gün yazı bacarıqlarını inkişaf etdirməliyəm. Açıqlamasını əzbərləməyə ehtiyac yoxdur. Pilot layihələrdə artıq vəsaitlərdə, yəni metodik vəsaitlərdə açıqlaması da verilir xüsusi müəllimlər üçün. Artıq müəllim bilir ki, burada yəni nədir? Əvvəlki təlim prosesində alt standartdan biz məqsəd çıxarırdıq. İndi alt standartın özü elə məqsəddir. Yəni rahat formada ilə alt standartı məqsəd kimi də götürə bilərsiniz. İstəyirsinizsə əgər alt standartdan başqa bir məqsəd də çıxarmaq şansınız var. Bildikmi bu göstəriciləri? Müsahibədə bir sual düşmüşdü müəllimlərin işə qəbulunda, eyni zamanda sertifikasiyada da. Məsələn, bunu demişdi, bu nə deməkdir? 3.2.1 bu formada vermişdi. Müəllim elə 3.2.1 deməklə də onu heç də yaxşı qarşılamamışdılar. Üçüncü məzmun xəttinin ikinci əsas standartını